süni intellekt, onun tədrisi və daha geniş istifadəsi aktual gündəmi təşkil etməkdədir. Biz də mövzunu studiyamızın qonağı olan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevlə davam etdirəcəyik. Rasim, mən xoş gördük sizi. Xoş gəlmişsiniz, Akademik Rasim Əliquliyevlə məhz bu önəmli mövzunu müzakirə edəcəyik. Cənab Prezident vurğuladı ki, məhz artıq MyGov sistemi üzərinə keçid etmək lazımdır və eyni zamanda burada süni intellektlə bağlı olan məqamlar da aktuallaşır. İnstitut olaraq bu iki məqamı uzlaşdırmaq üçün nə qədər vaxta ehtiyac olacaq və bu proses necə cərəyan edəcək? Vaxt barəsində demək biraz çətindir. Əlbəttə ki, o biraz iş aparmağı tələb edir, amma digər tərəfdən də MyGov deyilən o xidmətin özü artıq dövlət orqanları ilə vətəndaşlar arasında bir vahid bir portal olmalıdır. Vahid pəncərə prinsipi deyirlər. Ona görə də bu haqlı olaraq vətəndaşlara yalnız yüksək xidmətlər göstərilməsi və ayrı-ayrı o pərakəndi aradan qaldırmağa xidmət edir. O ki, qaldı bu xidmətlərin intellektuallaşdırılması, inklüzivliyin təmin olunması, müəyyən insanlar var ki, onların deyək ki, fiziki qüsurlu insanlar var ki, onlar üçün də indi səs vasitəsilə, başqa imkanlar vasitəsilə demək ki, o xidmətlərin əldə olunması və digər tərəfdən də həmin o istiqamətdə çoxlu şəkildə demək, datalar toplaşır, yəni böyük məlumatlar toplaşır. O məlumatları analiz etməklə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, o süni intellekt texnologiya tətbiq etməklə daha da demək keyfiyyətli xidmətlər göstərmək olur. Çünki həmin o MyGov vasitəsilə bu xidmətləri göstərəndə o toplanmış məlumatlar həm də hakimiyyət orqanlarının özlərinin fəaliyyətini qiymətləndirməyə imkan verir. Vətəndaşların nə dərəcədə bu və digər orqandan, hansı dövlət qurumundan məmnun olmağı demək, artıq faktlarla demək göstərə bilir. Ona görə də bu elə bir xidmətdir ki, artıq dövlət hakimiyyəti orqanları ilə vətəndaşlar arasında bir vahid pəncərə, bir necə deyirlər, kiçik bir əməliyyatla istənilən xidməti əldə etmək olur. Ona görə də Azərbaycanda formalaşan bax bu rəqəmsal dövlətdir, rəqəmsal arxitekturadır. Bütün bunlar hamısı yalnız demək vətəndaşların demək o məmnunluğunu təmin etməkdir. Digər tərəfində dövlətin özünün virtual aləmdə daha da intellektual, daha da kiber suveren, daha da müəyyən bir immunitetə malik olan bir dövlət kimi fəaliyyət göstərməsi və dövlətimizin o dünyada gedən proseslərə adekvat olaraq inkişaf etdirilməsini təmin etməkdən ibarətdir və Cənab Prezidentin həyata demək təşkil etdiyi o görüş də, o toplantı da əsas mahiyyətindən ibarətdir ki, artıq ölkədə müxtəlif istiqamətlər üzrə Cənab Prezidentin çıxışında da bundan bağlı əsas o demək məqamlara toxundu ki, bunun enerji təhlükəsizliyidir, bunun data mərkəzləridir, bunun süni intellektidir, institusional tədbirlərdir, dövlət idarəçiliyində müəyyən islahatların aparılmasıdır, ayrı dövlət qurumlarında müəyyən vəzifəli şəxslərin təyin olunmasıdır və demək ki, Firdin də səsləndirildiyi kimi orta məktəblərdən başlayaraq bütün bu insanlara o süni intellektlə bağlı zəruri biliklərin verilməsi, heç olmasa minimal biliklərin verilməsi və demək bu haqda deyək ki, müəyyən anlayışların formalaşdırılması çox-çox lazımdır. Çünki biz rəqəmsal vətəndaş formalaşdırmalıyıq. Rasim müəllim, elə bu məqam üzərində xüsusi dayanmağımızı istərdim ki, məsələn, dövlət başçısı qeyd etdi ki, süni intellekt sahəsində kadrlar hazırlanmalıdır. Elə sizin də qeyd etdiyiniz kimi, dövlət başçısının da qeyd etdiyi kimi, orta məktəblərdə də ilkin biliklərin verilməsi vacibdir. Sizcə, tədris proqramına hansı dəyişikliklər edilməlidir bu məsələ ilə bağlı və bu sahəyə erkən, şagirdləri bu sahəyə erkən hazırlanması prosesi necə aparılmalıdır? Bunun üçün əlbəttə dünya təcrübəsi var və onu da məlumat vermək istəyirəm ki, artıq Elm və Təhsil Nazirliyində bu məsələlərə çox böyük diqqət ayrılır. Yəni fikir verirsinizsə STEM layihələri var, hansı ki orada belə deyək ki, elmdir, texnologiyadır, riyaziyyatdır, bütün bunların hamısını özündə əhatə edən və ölkədə artıq geniş yayılmaqda olan STEM layihələrinin əsas məqsədi elə o süni intellekt texnologiyaların bu və ya digər texnoloji həllərdə istifadə etməsindən söhbət gedir. Digər tərəfdən də demək, keçən ilin ortasından başlayaraq Nazirlər Kabinetinin qərarına əsasən Elm və Təhsil Nazirliyində ümumiyyətlə Azərbaycanda ali təhsil sistemində ixtisasından, peşəsindən asılı olmadan orada rəqəmsal transformasiyalar və süni intellektin təsiri ilə yeni ixtisasların yaradılması, köhnələrin yeniləşdirilməsi, hətta müəyyən ixtisaslardan da imtina edilməsi kimi müəyyən işlər aparılıbdır. Artıq Elm və Təhsil Nazirliyi bütün sektorların nümayəndələrinin iştirakı ilə akademik qurumlar
insanların, əmək bazarının, biznes təşkilatlarının, biznes şirkətlərinin, ali təhsil müəssisələrinin demək nümayəndələrinə iştirak edən çoxlu sayda belə komissiyalar Azərbaycanda ali təhsil sistemində olan bütün o ixtisaslara yenidən baxılıbdır. Proqramlara yenidən baxılıbdır. Dünya təcrübəsi öyrənilibdir. Dünyanın aparıcı ölkələrinin təcrübəsi öyrənilibdir ki, Azərbaycanda yaxın zamanlarda yəqin 1-2 ilə bütün ali təhsil sistemində yeni ixtisaslar, rəqəmsal ixtisaslar, ixtisasın növündən asılı olmadan istər humanitar, istər ictimai, istər iqtisadiyyat, istər deyək ki, texnoloji elmlər və s. mütləq və mütləq bu biliklərə nail olmaq lazımdır ki, əmək bazarı artıq çox böyük sürətlə dəyişir. O tipli, o demək ixtisasa malik insanlar böyük tələbat yaranır. Data analitiklərdir, data scientistlərdir ki, bu hansı ki, bu datalarla işləyir, onları yığmaq, emal etmək, onları idarə etmək, onların mühəndisliyini həyata keçirmək, bəli, hal-hazırda bu işlər gedir. O şəkildə halda Cənab Prezidentin çıxışındakı o verdiyi tapşırıq ondan ibarətdir ki, tək ali təhsil müəssisələri ilə bu məhdudlaşdırıla bilməz. Ona görə də orta təhsil sistemində ki, bu insanlar ki, orta təhsili alır, onların özündə mən bir məsəl üçün öz baxışım ondan ibarətdir ki, riyazi təhsili gücləndirmək lazımdır. Süni intellektin özünün aparıcı qüvvəsi, o lokomotiv onun riyazi biliyidir. Alqoritmlərə qədər riyazi bilikdir. O riyazi biliyi bilmək, o riyazi təfəkkürü daşımaq, bütün onların hamısına sonra sizin dediyiniz alqoritmlərdir, sizin dediyiniz o proqram mühəndisləridir, sizin dediyiniz o süni intellektin bağlı müəyyən metodlardır, oradan başlayır. O başlayan gəlir demək keyfiyyətli süni intellekt demək biliyinə malik olan mütəxəssislər yetişdirir. Ona görə də bizdə Azərbaycanda orta məktəb həmişə olubdur, informatika, ayrı-ayrı biliklər və s. Bu lazımdır, bu zəruridir. Cəmiyyətin rəqəmsallaşması üçün, kompüterlərin işləməsi üçün, müəyyən proqram sisteminin işlənməsi üçün. Amma dəyişən dünyaya yeniliklər var. Dəyişən dünyaya artıq süni intellekt özü böyük dəyişikliklər gətirir ki, artıq o dediyimiz kimi süni intellekt nə deməkdir? Süni intellektin özü təbii intellektin müəyyən xüsusiyyətlərini özlərinə götürür və əmək bazarında ən aşağıdan başlayaraq az belə deyək ki, intellekt bilik tələb edən peşələrdən başlayaraq düz aliyə qədər demək süni intellekt əmək bazarını demək götürməyə başlayır. Elə ötən buraxılışımızda da qeyd etmişdiniz Rasim müəllim. Yəni onun da mərkəzində belə, süni intellektin də mərkəzində belə insan faktoru dayanır. Bir önəmli sual var burada Rasim müəllim. Məsələn, biz ənənəvi sürətdə öyrəşmişik də ki, məktəbdə bəzi ənənəvi fənlər var, onlar heç vaxt dəyişmir və onları tədris edirlər. İndi tamamilə məhz həmin fənlərin də bəzi hallarda məhz süni intellektlə bağlı olan fənlərlə əvəzlənməsi mümkündürmü? Yoxsa həmin fənlər də məhz süni intellekt istiqamətindən tədris olunacaq? Bilirsiniz necədir? Bu tədris prosesində süni intellekt ChatGPT yanımızdadır, düzdürmü? İstənilən vaxt ondan istifadə olunur və s. Mən onu nəzərdə tutmuram. Süni intellektin özünün nəzəri əsasları var ki, bax, bu qeyri-səlis nəzəriyyə nə deməkdir? Neyron şəbəkəsi nə deməkdir? Neyron şəbəkəsi necə, məsəl üçün, ağı qaradan necə ayırır? Nə bilim, mən təsnif edir demək istəyirəm. Yəni, onun özünün əlifbası var. Süni intellektin özü ümumən deyir. Süni intellekt özü çox elmlərin kəsişdiyi bir nöqtədir. Süni intellekt multidisipliner bir fəndir. Orada beyin elmlərindən başlayaraq, neyrofiziologiyadan başlayaraq, texnologiya, riyaziyyata qədər var. Biz süni intellekt deyəndə, Cənab Prezident, mən hesab edirəm ki, onun nəzərdə tutur ki, o süni intellektin özünün, belə deyək də, riyazi texnoloji əsaslarını öyrətmək lazımdır. Yəni, o dediyiniz başqa fənlərdə, məsəl üçün, biologiyada süni intellekt toxunmaq da olar, ona etiraz etmək olmur. Amma o hal-hazırdakı əmək bazarındakı o süni intellekt dəyər yaradır, süni intellekt insanı müəyyən rutin əməliyyatlardan azad eləyir, artıq, necə deyərlər, daha ciddi funksiyalar üzərinə götürür. Onda biz artıq cəmiyyətimiz süni intellektlə, belə demək mümkünsə, birgə yaşayış qaydalarına əməl etməliyik. Yəni, o cəmiyyətimiz süni intellektlə birgə yaşamaq, yəni o deməkdir ki, indi Cənab Prezidentin ifadəsində var ki, süni intellekt agentləri hər bir kəsin yanında olacaqdır, dövlət hakimiyyətinin yanında olacaqdır. O deməkdir, o onun intellektual köməkçisi olacaqdır. Yəni, o hansısa bir məmurun, hansısa bir qərar qəbul edən bir şəxsin ətrafında çoxlu data toplanır. Biri var ki, həmin şəxs və yaxud da onun, belə deyək ki, hansısa bir köməkçisi bu işləri araşdırır, tapır, cədvəllər düzəldir, nə bilim, proqnozlar verir, hesabatlar hazır. Bunu süni intellekt görəcəkdir. Hətta o müəyyən demək proqnozlar verəcəkdir, nə bilim, müəyyən məsləhətlər verəcəkdir. Bax, bütün bunlar hamısı cəmiyyətdə bütün insanların özünün, necə deyərlər, bir süni intellekt köməkçisi olacaqdır. Rasim müəllim, deyirlər ki, əgər bir cəmiyyətin gələcəyini bilmək istəyirsənsə, onun uşaqlarına bax və bu günlərdə çox maraqlı, eyni zamanda da narahat edici bir
fikirlər səslənir ki, Z nəsli IQ baxımından Elə onların da intellektilə bağlıdır. Süni intellektlə deyil, özlərinin intellektilə bağlıdır. Bununla bağlı bizim əməkdaşlarımız bir maraqlı süjet hazırlayıblar. Gəlin sujeti izləyək, daha sonra davam edək. Son illərin beynəlxalq araşdırmaları göstərir ki, müasir tarixdə ilk dəfə olaraq Z adlandırılan yeni nəsil valideynlərindən daha aşağı IQ səviyyəsinə malikdir. Mütəxəssislər bunun əsas səbəbi kimi süni intellektə və smartfonlara olan asılılığı, tənqidi düşünmə bacarığının itməsini göstərirlər. Keçirdiyimiz sorğudan da məlum olur ki, xüsusilə yaşlı nəsil gənclərin yaddaşından və hər şeyi internetə həvalə eləməsindən narahatdır. Onlar hesab eləyirlər ki, rəqəmsal asılılıq onların təfəkkürünü arxa plana keçirir. Amma müasir dövrün sürətinə uyğunlaşmağın çətinliyini etiraf eləyərək, gələcəyin məhz bu texnologiya ilə böyüyən gənclərin olduğunu da gizlətmirlər. Hər şey internetdən niyə soruşmalısan? Niyə? Öz fikrin yoxdur bəyəm, öz başım. Mənim 6-cı sinifdə oxuduğum şeirin də yadımdadır. Amma onların dünən keçdiyi bugün yadındadır. İndiki gənclər daha intellektualdırlar, perspektivlidirlər. Gələcək onlarındır. Gənclər isə deyirlər ki, süni intellekt tənbəllik vasitəsi yox, təhsildə və fərdi inkişafda yeni mərhələdir və yeni nəsil texnologiyanı yaradıcılıq prosesinin bir parçası kimi görür. Əslində, intellektual olmaq insanın xarakterindən asılı bir şeydir. Məncə müsbət təsir edir, amma baxır da, məncə situasiyadan asılıdır. Mən daha çox dərslərimdə istifadə edirəm, fikir almaq məqsədi ilə. Xüsusilə hal-hazırda magistra hazırlaşıram. ChatGPT-nin fikirləri mənim üçün önəmli olur. Məsələn, ingilis dilindən esse yazmağı mən ChatGPT ilə öyrənirəm. Məsələn, müəyyən bir kontent yaratmaq istəyirəm. Mən fikirlərimi deyirəm, o mənə daha genişləndirir, açır, bəzən də kömək olur. Təhsil alanda kömək olur, bəzən ətraflı məlumat üçün çox yardımcı olur mənə. Məsələyə elmi tərəfdən yanaşdıqda isə mənzərə daha fərqlidir. Mütəxəssislər hesab eləyirlər ki, süni intellekt insanı zəiflətmir, sadəcə biliklərə çıxış imkanlarını qloballaşdırır. Burada əsas məqam texnologiyanın insana hansı rolda xidmət etməsidir. Onların dünya görüşünə, intellektual səviyyəsinə mənfi təsir göstərdiyini demək olmaz. Əksinə onlar daha böyük, geniş, qlobal miqyasda biliklər əldə edə bilirlər, daha geniş dünya açılırlar, yəni daha geniş qlobal səviyyədə düşünə bilirlər. Əlbəttə ki, bunlar müsbət tərəfləridir. Amma eyni zamanda əlbəttə ki, müəyyən faktorlar var ki, məsələn, insan o vasitələrdən, xüsusilə son vaxtlar daha çox yayılan generativ süni intellekt həllərindən istifadə edirlərsə, burada artıq onun köməkçisi rolunu oynayırsa, ondan hansısa bir məsələnin həllində köməkçi kimi istifadə olursa, bu yaxşı haldır. Ancaq intellektual inkişafla yanaşı sosial təhlükələr də unudulmamalıdır. Texnologiya beyin üçün fürsət yaratsa da ruh üçün virtual qəfəsə çevrilə bilər. Sosioloqlar gənclər arasında artan tənhalaşma və real dünyadan qopma meyllərini də məhz süni intellektlə əlaqələndirirlər. Onlar virtual aləmdən sanki asıl olaraq gənclər arasında həm asosiallıq meylləri artır, sanki gənclər özlərinin sosial aləmini, sosial dünyasını yaratmaq əvəzinə özlərinin bir virtual dünyasını yaradırlar və bu virtual dünyada sanki onlar özlərinin daimi məkanı, özlərini daha komfort hiss edən bir məkan kimi hiss edərək o həmin virtual məkandan asılı olurlar. Və bu da gənclərdə asosiallığın, sosiallaşma meyllərinin azalmasına səbəb olur ki, bu da süni intellektin insanlara xeyirdən daha çox müəyyən mənada zərər gətirməsi ilə nəticələnə bilir. Görünür bir tərəf bunu gənclərin düşünmə və yaddaş bacarıqlarına təsir eləyən risk olaraq qiymətləndirir, digər tərəf isə yeni imkanlar, qlobal bilik və inkişaf platforması olaraq görür. Mütəxəssislər isə ortaq məqamı vurğulayırlar. Əsas məsələ texnologiyanın özü deyil, ondan necə və hansı məqsədlə istifadə edilməsidir. Süni intellekt insan üçün ya gücləndirici vasitəyə, ya da asılılıq yaradan alətə çevrilə bilər. Seçim isə yenə də insanın öz əlindədir. Günər, biz süjet efirə gedərkən həm də Rasim müəllimlə həm söhbət olduq, elə orada müsahiblərdən biri qeyd etdi ki, esseni ingilis dilində yazmağa ChatGPT kömək olub. Bilməm, bəlkə mən səhv düşünürəm, mən də yanlış düşünə bilərəm əlbəttə ki, amma mənə görə bu cür humanitar fənlərdə, daha çox humanitar fənlərdə ChatGPT-nin istifadəsi və yaxud da digər süni intellekt vasitələri olsun, fərqi yoxdur. Orada daha çox, artıq Rasim müəllim də bunu qeyd etdi, biliyin imitasiyası səviyyəsinə gətirib çıxar. Yəni,
real olaraq biz görürük ki, bir mətn yazılıb, esse yazılıb, onun qiymətləndirmədə bəlkə də siz ona 4 qiyməti verərsiniz, 10 ballıq sistemlə mən nəzərdə tuturanda. Gəlir olur 9 bal. Gəlir olur 9 bal. Bəli, elə burada Rasim müəllim bir sual doğur ki, texnologiya insan zəkasını zəiflədir, yoxsa sadəcə onun bir formasını dəyişir və burada maraqlı olan digər bir məsələ də var. Burada yəni hazır cavablıq mədəniyyəti formalaşırmı və ümumiyyətlə gənclər araşdırmaq əvəzinə yoxsa birbaşa nəticəyə üstünlük verirlər? Bu sualın cavabı gələcəkdə yox, keçmişdədir. Yəni keçmişə baxsaq, insan özü bu texnologiyanın müəllifidir, yaradıbdır. Mexaniki əməklə, nə bilim mən, hansısa bir ağır yükü kran düzəldibdir, yüksək, hündür mərtəbəyə qaldırıbdır. Əvvəllər insanlar rutin işlərlə o daşları qucaqlarında daşıyardı, kran gəlibdir. Nəqliyyat vasitəsilə heyvanlardan istifadə edirdilər, məsafə qət edirdilər. Görürsən, kəşf edildilər nəqliyyat vasitələrini, müxtəlif. Yəni demək istəyirəm ki, insan özü keçmişdən indiyə qədər, bugünə qədər yaratdıqları özünün əməyini yüngülləşdirmək və onları da yaradan da insanın zəkasıdır, alimlərdir, mühəndislərdir və s. Ona görə demək bəşəriyyət bu səviyyə gəlib çatıbdır. İndən sonra bu süni intellekti yaradan da insandır. Artıq insan özü adi rutin biliklərlə yox. Hansısa insanın özünə xas olan məsələ üçün, hansı ki 5 dəfə 5-in kalkulyator eləyir də məsələ üçün demək istəyirəm. İnsan özü artıq biliyin özü necə istehsal olunur, hansı məntiqlə istehsal olunur, hansı o şahmatdakı kimi hansı gedişlərlə demək ki o istehsal olunur və s. İnsan o verilənləri yadda saxlamaq üçün deyil. Yadda saxlayan artıq onun nə bilim ətrafında nə bilim telefonu da var, kompüterdə və s. Amma o dataların üzərindəki o alqoritmlərdir, bayaqları siz dediniz alqoritmlərdir. O biliyi necə yaratmaq, o biliyi necə qurmaq, daha keyfiyyətli bilik əldə etmək, süni intellektə məsəl üçün hansı daha keyfiyyətli alqoritmi vermək. Deyirlər ki, süni intellekt günü-gündən ağıllanır. O hardan ağıllanır? İnsandan ağıllanır, alimdən ağıllanır, alqoritmdən ağıllanır. Aslında baxır hansı insanlardan da. Yəni bəzilərində geriləmə var. Bütün insanlarda alim olmalı deyil axı. Söhbət ondan gedir. Yəni cəmiyyətin özünün qabaqcıl hissəsi var ki, alimlər, müxtəlif misal üçün istiqamət olan alimlər bu işi görürlər, texnologlar ona innovasiya vasitəsilə tətbiq eləyirlər, istehsal eləyirlər, biznesini qururlar, geniş şəkildə onu tətbiq eləyirlər və bəşəriyyət onun xeyrini görür. Yəni demək istəyirəm ki, mən yadıma gəlir ki, bir 50 il bundan qabaq kompüterlər ortaya çıxanda, kalkulyator çıxanda dedilər ki, insanlar vurmağı, toplamağı bilən deyirlər. İndi bu dəqiqə vurmağı bilir. İnsan bilir ki, necədir, nə də alqoritmi bilir. Amma da bütün o 5 rəqəmlə vuranda bir yarım saat ona vaxt sərf edər ki, mən bunu vururam, bölürəm, onu kompüter eləyir də. Yəni demək istəyirəm ki, cəmiyyət elə qurulub ki, bu ki, yüksək keyfiyyətli biliklər insanın beynini məhsulu kimi edən. Oxu və analitik bacarıq zəifləyirmi, yoxsa yox? Oxu və analitik verəndə indi oxumaq üçün oxuyursan da, yəni ki, orada hansı zəiflik var ki, insana göz verir, qulaq verir, bütün bunların hansı informasiyanı qəbul edirsən, bu təbii ki, bu dəyişən söhbət deyilsən, cəmiyyətdən, təbiətdən o zəruri məlumatları alıb, onun üzərində o işləri görürsən, fikirləşirsən, müəyyən, necə deyərlər, biliklər əldə edirsən. Yəni, demək istəyirəm ki, orada o oxu, nə bilim mən, necə dediniz? Analitik qabiliyyət inkişaf edir. Çünki mən bayaqlara qeyd etdiyim kimi, analitik qabiliyyətin özü keyfiyyətli biliyin istehsalı deməkdir, keyfiyyətli biliyin əldə olunması deməkdir. Daha hansısa bir qabiliyyətli bir süni intellekt deyək ki, metodların işlənilməsi deməkdir. Tək süni intellektdən söhbət getmir. Digər elm sahələrində də inkişaf gedir. Yəni bunun o fizikasıdır, energetikasıdır və s. Yəni ki, bütün sahələrdə bu inkişaf gedir. Onda Rasim müəllim, bir qism insanlar tərəfindən səsləndirilən o fikir ki, süni intellekt insan zəkasını sıxışdırır, bu onda reallığa uyğun deyil. Reallığa uyğun olan faktor odur ki... Sıxışdırmaq düzgündür, həqiqətdir. Yox, sıxışdırma həqiqətdir. Yox, insanlar elə düşünürsə ki, sıxışdırır, həqiqətdir. Ancaq soft power kimi də yumuşaq. Yumuşaq, yəni o demək istəyirəm ki, artıq əmək bazarıdır, ayrı ciddi məsələlərdir. Dövlət, misal üçün, demək ki, dövlətin ayrı qurumlarında o cənab prezident dediyi kimi köməkçilər, onlar hamısı əlbəttə ki, əvəz edici funksiyasını daşıya bilir. Kömək eləyir, əvəz eləyir, müəyyən qərarları qəbul eləyir, müəyyən risklərdən onları saxlayır, müəyyən proqnozlar verir. Yəni o sıxışdırma sözündə həqiqəti mən görürəm ki, artıq insan
insan özünün yaratdığı süni intellektlə rəqabətə girir. Aydın məsələdir və o süni intellektin özünü də qeyd etdiyim kimi arxasında insan zəkası dayanır və insan demək zəkası həmin o süni intellekti daha da güclü, daha da ağıllı, daha da deyək ki, geniş imkanlara iş yerlərini itirməkdən qorxmasınlar da, əgər özləri idarə edəcəksə. Çünki belə bir fikir də formalaşır ki, ehtiyat O etdikləri təbiidir, tərəf o odur iş ki, yerləri dəyişəcəkdir. Yəni təbii olaraq o iş yerləri gördüyümüz mənzərə olan deyil. Fikrim çatır demək Onda Rasim müəllim, gəlin bir məsələyə də aydın. İndi gəlin baxın, qapı-qapı poçtalyon görürsünüz siz. Qapı-qapı qəzet daşıyan son dövrlərdə yox. Yoxdur da. Yəni Çox bu peşə nadir getdi hallarda də. olur amma Rasim müəllim. Kinomexanik vardı vaxtilə, kinomexaniklər vardı şeylərdə, bu kinoteatrlarda. İndi elə peşə var. Məsəl üçün deyirəm də. Onda Rasim müəllim, hansı Sözünə sahələr gətirirəm daha ki, çox hər ehtiyat texnoloji inqilab özünün əmək bazarını formalaşdırır. Və özünün qurbanları var. Qurban deməkdə bunu biraz sərt demək istəmirəm mən. Yəni o əmək bazarı özü dəyişir, o müəyyən peşələr gedir, yeniləri gəlir, texnologiyanın özünün imkanlarından istifadə etməklə o funksiyanı daha da yaxşılaşırlar. Yəni indi deyirlər ki, misal üçün mühasiblər özü, yəni süni intellekt olan yerdə mühasiblər apardığı əməlləri, zadları artıq kompüter həyata keçirməyə başlayacaqdır. O demək deyir ki, mühasiblər hamısı küçüyə çıxacaqlar. Yox. Onlar üçün də ayrıca rəqəmsal peşələr ortaya çıxacaq ki, o mühasiblər orada demək istifadə olunacaqlar. Çox sağ olun Rasim müəllim. Maraqlı müsahibə üçün sizə təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, bir daha qeyd edək ki, bizim qonağımız İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev idi.